Hətta çoxları onların pozğunluğuna qoşulacaq və onların üzündən həqiqət yoluna küfr ediləcək. Tamahkarlıqlarından uydurma sözlərlə sizi istismar edəcəklər. Onların mühakiməsi çoxdan davam edir və həlakı hazırdır. O Allahsız adamların yaşadığı qədim dünyaya daşqın göndərərək o dünyanı cəzasız qoymadı. Amma 8 nəfəri, o cümlədən salihliyi bəyan edən Nuhu qoruyub saxladı. O, Sodom və Homorra şəhərlərini yandırıb yaxaraq viran olmağa məhkum etdi və beləliklə gələcəkdə olan Allahsız adamlara nümunə göstərdi. Pozğun insanların əxlaqsız həyat tərzindən əziyyət çəkən Salih Lutu isə qurtardı. Çünki onların arasında yaşayan bu salih insan günbəgün onların qanunsuz əməllərini görüb, eşidib, öz salih ruhunda istirab çəkirdi. Halbuki onlardan qüvvət və qüdrətdə üstün olan mələklər Rəbbin önündə ehtişamlı varlıqlara şər ataraq ittiham etməz. Bu adamlarsa sanki dərrakəsiz, qeyri-iradi surətdə aparılan heyvanlardır ki, tutulub kəsilmək üçün doğulublar. Onlar başa düşmədiyi şeylərə şər atır. Heyvanlar necə kəsilirsə, onlar da elə kəsiləcək. Əlbəttə ki, Rəbb möminləri sınaqdan necə qurtarmağı, haqsızları isə qiyamət gününə kimi cəza altında necə saxlamağı bilir. O, xüsusilə cismani murdar ehtirasına uyaraq, ağalığa xor baxanları belə saxlayır. Belə adamlar həyasız və dikbaşdılar. Ehtişamlı varlıqlara şər atmaqdan qorxmurlar. Etdikləri zərərin əvəzini alacaqlar. Gündüz kef çəkməyi əyləncə sayırlar. Sizlə yeyib içərkən sanki aranızda ləkələr və nöqsanlar olaraq öz hilələrindən zövq alırlar. Onların gözləri zina ilə doludur, günahdan doymurlar, qərarsız insanları yoldan çıxarırlar, ürəkləri tamahkarlığa alışdırılmış lənətli insanlardır. Haqsızlıqla əldə etdiyi qazancı sevən Beyor oğlu Bilamın yolunu tutaraq düz yolu qoyub azdılar. Bilam işlədiyi günaha görə ifşa olundu. Dilsiz ağızsız eşşək insan səsi ilə danışıb bu peyğəmbəri dəlilik etməkdən çəkindirdi. Bu insanlar susuz bulaqlar, qasırğanın dağıtdığı buludlar kimidir. Allah qatı qaranlığı onlar üçün saxlayır. Çünki boş və lovğa sözlər söyləyərək, səhv yolla gedənlərin arasından çətinliklə qaçanları cismani ehtiraslarla və əxlaqsızlıqla yoldan azdırırlar. Onlara azadlıq vəd edirlər, halbuki özləri pozğunluğun köləsidirlər. Çünki insan nəyə məğlub olarsa, onun köləsi olar. Rəbbimiz və xilaskarımız İsa Məsihi tanımaqla, dünyanın çirkabından qaçdıqdan sonra yenə həmin işlərlə məşğul olub, məğlub olarlarsa, son vəziyyətləri əvvəlkindən betər olar. Çünki salihlik yolunu tanıyıb özlərinə əmanət edilən müqəddəs əmirdən geri dönməkdənsə, bu yolu tanımamaq onlar üçün daha yaxşı olardı. Bu doğru məsələlərdə deyilənlər onların öz başına gəldi. İt öz qusuntusuna qaydar və çimdirilmiş donuz palçıqda ağlamağa qaydar.